Lardan hansı inkişaf sahələri daxilində inteqrasiya nümunəsidir? Nitq inkişafı və məntiqi təfəkkürün birləşdirilməsi. Nitq inkişafı ikinci standartımıza aiddir bizim. İkinci standartımıza aiddir. Məntiqi təfəkkürün birləşdirilməsi də ikinci standartımıza aiddir. Kiçik motorika və savad təliminin birləşdirilməsi. Kiçik motorika birinci inkişaf sahəmizə aiddir. Fiziki inkişafa, savad təlimi ikinci inkişaf sahəmizə aiddir. Sosial və nitq bacarıqlarının inkişafı sosial dördüncü inkişaf sahəmizə aiddir. Nitq bacarıqları yenə də ikinci inkişaf sahəmizə aiddir. Fiziki və məntiqi təfəkkürün birləşdirilməsi fiziki birinciyə aiddir. Məntiqi təfəkkür yenə ikinci inkişaf sahəsinə aiddir. Estetik üçüncü inkişaf sahəmiz, riyazi bacarıqların inkişafı ikinci inkişaf sahəmizə aiddir. Bizdə inkişaf sahəsi daxilində qeyd etdiyinə görə biz əlbəttə ki, eyni inkişaf sahəsi daxilində olanı seçirik. Yox, əgər inkişaf sahələri arasında qeyd etsəydi, onda müxtəlif inkişaf sahələrinin birləşməsini seçəcəyik.